Məsələn, qəlbimizi müayinə eləmək istəyirik. Adam öz-özünü istəyirək müayinə eləsin. Allah bir yol deyib. Deyib, bax gör, qəlbində Kərbəla ziyarətinin istəyi var ya yoxdur? Kərbəla ziyarətinin istəyi var ya yoxdur? Əgər İmam Hüseynin ziyarətinə getmək istəyirsənsə, bu sevgi səndə varsa, bu göstəricidir ki, qəlbində ümid var ki, qəlbin islah olsun. İza əradəllah bi'abdin xeyra, qəzəfə fi qəlbihi hubbəl Hüseyn və hubbə ziyarəti. Allah bir bəndəyə xeyir vermək istəsə, görürsünüz, deyir, Allah yerləşdirər. Demir, o sevər. Deyir, Allah ürəyində Hüseynin və Kərbəlasının ziyarətinin məhəbbətini yerləşdirər. Allah birinə xeyir vermək istəsə. İstəyirsinizsə qəlbinizi müayinə edin, görün, Kərbəla ziyarəti istəyi var, havası gəlir sənə. Yoxsa elə düşəndə gedərik. Başqa şeydir. Düşəndə gedərik. Biri təklif eləyər, gedərik. Yaxşıdır İmam Hüseyin, Allah qəbul eləsin. Amma bir də var ki, sevgisi var ürəkdə. Bu sevgi göstəricidir. Allahın bir mükafatıdır. Hətta ananın balasına sevgisi var. Biz o qədər təbii bilirik. İmam Hüseyin əleyhissalam Ərəfə duasında şükür eləyir neçə şeyə. Bir də deyir, şükür olsun ki, anamın ürəyinə mənim məhəbbətimi saldın. Təsəvvür edin, analar balaları sevməsəydi nə olardı? Ana uşağı dünyaya gətirir, sonra təmənnasız ona qulluq eləyir. Biz də öyle belə də olmalıdır. Gözümüz açıb belə görmüşük deyə. Amma bilmirik ki, İmam Hüseyin əleyhissalam buna ayrıca şükür eləyir. Ayrıca təşəkkür eləyir. Ki, çox şükür ki, anama məni sevdirmisən. Sevdirməsəydin faciə olacaqdı. Sevmə